Deməli, bu günləri həm 2023, həm 2024, həm də 2025-ci illərdə buraxılış imtahanlarında istifadə olunan qrammatik tapşırıqlara baxacağıq. 2023-ün birinci zonası 5 martda istifadə olunan qrammatik tapşırıqlar budur. Birinci cümlədə, daha doğrusu birinci sualda bizdən əlavə soruşur. Əlavələr həmcins üzvlər biz deyirik ki, imtahanda istifadə olunan suallardan biridir. Və gəlin baxaq. Yaradıcı adamlar gördükləri və eşitdikləri haqqında qeydlər aparırlar. Biz bilməliyik ki, əlavə cümlə üzvündən ya tirey vasitəsilə ayrılır, ya da virgül vasitəsilə ayrılır. Və şərtdə durğu işarələri buraxılmadığı üçün, A-da da virgül və tirey işarəsi olmadığı üçün A-nı silirik. Meydana yığışmış gənclər Azərbaycanın mərd övladları birlik nümayiş etdirdilər. Nümayiş etdirdilər. Topluda var bu sual özdə. Kim? Gənclər. Kim? Azərbaycanın mərd övladları. Gənclər mübtədadır. Azərbaycanın mərd övladları da mübtədanın əlamətidir. Cavab olur B variantı. C-də. Gəmi ağır yüklü qatarlardan başqa 300-ədək sərnişin, fəhlə və dənizçi də götürdü. Götürdü. Elə bil kim? Nə? Gəmi. Nəyi götürdü? Kimi götürdü? Sərnişini, fəhləni, dənizçini. Yadda saxlayın ki, nə sualı həm mübtədanın sualıdır, həm də tamamlığın sualıdır. Əgər sən nə sualını, nəyi, kimi şəklinə gətirə bilsənsə, o tamamlığın sualıdır. Deməli, tamamlığın əlavəsidir. Yəni, C-də tamamlığın əlavəsidir. D-də yarışda fərqlənənlərə, Tahir və Köçəriyə də mükafat verildi. Kimə? Yarışda fərqlənənlərə, yenə tamamlıqdır. Salam, Kənan. Y-də Şirəli dayı yenə də öz işi ilə, yəni əkin-biçin ilə məşğul olurdu. Nə ilə? Öz işi ilə. Nə ilə? Əkin-biçinlə, yenə tamamlığın əlavəsi. Cavab olur B variantı. 32-ci sual. Söhbətlərdən çıxan nəticə budur ki, və mən həmişə deyirəm ki, baxın, burada birinci qeyd edirəm əlavə mövzusu. Biz müzakirə eləməliyik ki, birinci nələr də düşəcək. İkincisi, tabeli mürəkkəb cümlə. Həmişə deyirəm. Bilmirsinizsə öyrənin. Tabeli mürəkkəb cümlə buraxılış imtahanı olmazsa olmazıdır. 2 ilə bağlanıb və təzəcə yenicə indicə də artıra bilmirəm. Deməli, sxemin birinci baş, sonra budaq sxeminə uyğun gəlir. Oxun istiqamətinə diqqət edin. Deməli, Y variantı doğrudur. Məndən səhvi istəyir. Baş cümlə, təyin, mübtəda, xəbər. Baş cümlə birinci cümlədir, düzdür. Budur nə? Nəticə. Hansı nəticə? Söhbətlərdən çıxan, təyin, mübtəda, xəbər. İndi savadlı mütəxəssislərə çox böyük ehtiyac var. Var nə? Ehtiyac. Necə ehtiyac? Böyük. Kimə? Mütəxəssislərə. Hansı mütəxəssislərə? Savadlı. Nə zaman? İndi. Baş cümlə, təyin, mübtəda, xəbər. Düzdür. B-də deyir, budaq cümlə, deməli, zərflik, təyin, tamamlıq, xəbər. Bu səhvdir. Zərflik, təyin, tamamlıq, xəbər deyil. Zərflik, tamamlıq, zərflik, təyin, tamamlıq, təyin, xəbər. Bir dənə də təyin var, onu göstərmir. Cavab olur B. C-də deyir, baş cümlə ismi xəbərlidir, düzdür. Baş cümləmin xəbəri nədir? Budur. D-də deyir, budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb, düzdür, kişi ilə bağlanıb. Uşaqlar deyir ki, müəllimə, budaq cümlə baş cümləyə, baş cümlə budaq cümləyə. Bunda fərq var? Yox. Budaq cümlə baş cümləyə bağlayıcı ilə bağlanıb və yaxud da ki, baş cümlə budaq cümləyə bağlayıcı ilə bağlanıb. Heç bir fərqi yoxdur. Yəni, iki cümlə bir-birinə nə ilə bağlanıb? Qısacası, kişi bağlayıcısı ilə, aydınlaşdırma tabeli bağlayıcı. Deməli, bu da düzdür. Cavab olur B. Bir dənə təyini ortada silib deyənə, yazmayıb deyənə, həm də mübtədanı göstərməyib. Görürsünüz, mübtəda xəbər var burada, amma mübtədanı göstərməyib deyə cavab olur B. Tabeli mürəkkəb cümləni də belə düşüb. Sonra 33, frazoloji birləşmədə, görürsünüz frazoloji birləşmə. 2025-də də bu arada düşüb, görəcəksiniz. Deməli, frazoloji birləşmə. Mən bugün sizə səs atacağım, səslər göndərəcəm və orada nəyə diqqət eləməli olduğunuzu deyəcəm. Açın toplunun frazoloji birləşmələrini bir-bir baxın, yazın, öyrənin. Hövsələdən çıxmaq nə deməkdir? Yəni, səbir kasası dolub daşmaq anlamına gəlir, düzdür? Elə cavab olacaq A. Ağız büzmək, bəyənməmək anlamındadır. Dilə gəlmək, yəni deyirsən ki, o artıq dilə gəldi, yəni son həddə çatdı anlamındadır. Ürəyin yerindən çıxmaq, həyəcanlanmaq. Dilə düşmək deyir, adım dilə düşdü, yəni kimlərinsə dilində istifadə olunur anlamında gəlir. 34. Sual ədatı. Köməkçi nitq hissəsi. Hər zaman deyirəm, köməkçi nitq hissəsi düşür. Gəlirik, ədat düşüb bu illəri. 2023-də. Sual ədatı.
Sonra ədatlarımızı birinci kənara yazmalıyıq. Bəs, məgər, gördün yaz kənara, sonra axtar. Mı, yəni ki. 1-də yoxdur. 2-də nə üçün sual əvəzli idi? Yoxdur. 3-də məgər var, 4-də bəs var. Bir də 6-ya baxın, mı var. Razılaşacaqmı? 3, 4, 6. Rahat sualdır, cavab olur B variantı. 35. Hansı nümunədə? Bax, görürsünüz yenə. Yenə nədir? Yenə köməkçi nitq hissəsi. Yenə köməkçi nitq hissəsi. Bağlayıcı. Deyir, hansı nümunələrdə həm bağlayıcı, həm də bağlayıcı nümunə. Bax, deyir, həm bağlayıcı, həm də bağlayıcı nümonim olan köməkçi nitq hissəsi. Yəni, bağlayıcı və bağlayıcıdan başqa da bir şey olmalıdır. Tələb budur ki, var, bir də burada ilə var. Ki bağlayıcıdır, ilə də bağlayıcı ilə homonimli olan qoşmadır. Biri götürəcəksən. 2-də ancaq var, və var. Ancağı yalnız nəvəz eləyəndə ədatdır. Deməli, 2-də və bağlayıcıdır, ancaq da bağlayıcının homonimli olan nədir? Ədatdır. 2-ni də götürəcəksən. 3-də fikir versəz, də var. Də var. Bir də kim ki, ki var. Də bağlayıcıdır, ki bağlayıcının homonimli olan ədatdır. Biz demişdik ki, cümlədən sonra cümlə ki, cümlə olarsa, cümlə ki, cümlə olarsa, ki olur bağlayıcı özündən sonra gəlir vergül. Amma sözdən sonra ki gələrsə, məsələn, kim ki, mən ki. Görürsən, mən sözdür, cümlə deyil ki, mən. Kim ki, kim cümlə deyil ki. O zaman olur qüvvətləndirici ədat, da qüvvətləndirici yazmıram, qələmim nəsə xarab olub, normal yazmır. Bir də ki, cümlənin axırında gəlirsə, özünə də sonra sual işarəsi gəlirsə, bu zaman da yenə nə olacaq? Ədat. Amma olacaq sual ədatı. 1, 2, 3. Doğrudur ki, olanda bağlayıcı olur. Xeyr. Doğrudur ki, cümlədən asılıdır. Bəli, deyirəm, doğrudur ki, insanlar bunu bilmirlər. Doğrudur nə? O, elə fikirləş ki, bəli, o zaman bağlayıcı olur. Amma, məsələn, köməkçi nitq hissələrinin içərisində işlənəndə onda təklikdə götürmürük. Məsələn, indi ki, madam ki, orada ki-ni ayrı götürmürük. İkisi bir yerdə bağlayıcı götürülür. İndi ki, ikisi bir yerdə bağlayıcı götürülür madam ki. Cavab 1, 2, 3 olur. Çünki 4-cü cümlədə bağlayıcımız yoxdur. 5-ci cümlədə bağlayıcımız var, amma hər ikisi bağlayıcıdır. Burada D-də bağlayıcıdır, ha belə də bağlayıcıdır. Amma sən deyir ki, həm bağlayıcı, həm də bağlayıcının homonimli olan söz. Da-də nə zaman ədat olurdu? Bizim belə klassik bir qaydamız vardı. Dana ilə əvəz eləyə bilirdiksə, olurdu ədat. Yox, əvəz eləyə bilmirdiksə, o zaman olurdu bağlayıcı. Yəni, bu qayda deyil, sadəcə olaraq bizim əvəzləməmizdir. Yəni, çox da şeyləməyin. Dana ilə əvəz eləyə bilməyəndə olur bağlayıcı. Yəni, daha rahat yoludur, belə deyək. Tənbəl variantı, bağlayıcı. Məsələn, otların hamısı, ha belə boynu bükük bənövşələr dana dirçəlmiş də olmur. Amma deyirəm, bəsdir da, bəsdir də, bəsdir dana deyə bilirik. Ona görə ədat olur. Cavab olur 1, 2, 3, E variantı. Sonra keçirik 36-cı suala. Feili bağlama yoxdur deyir hansı cümlədə. Feili bağlama feilin təsriflənməyən formasıdır. Buradan yazıram feili bağlama sadəcə. Feili bağlama şəkilçilərini bilmək lazımdır. Üb, araq, madan, aa, dıqca, ınca, anda, arkən, armazmamış. Bu şəkilçilər feili bağlama şəkilçiləridir. İbrahim üzə-üzə. A, ə şəkilçisi var burada. Üzmək feilli, ə feili bağlama. Danışdıqca feili bağlama. Üz-üzə zərfdir. Cavab olur C. Gedərkən, ərkən feili bağlama. Gülə-gülə feili bağlama. İndi qulaq asın. Var yan-yana, yan-yana. Var yana-yana. Yana-yana olanda feili bağlama olur. Yana-yana olanda feili bağlama olur. Çünki yanmaq feildə A feili bağlama şəkilçisidir. Amma yan-yana olur zərf. Üz-üzə, üz-üzə olur zərf. Amma
üzə olur feili bağlama. Üzə olur feili bağlama. Buna diqqətli olun. Sonra qoşa-qoşa, dönə-dönə, tikə-tikə bunları bilin. Qoşa-qoşanı cüt-cütlə əvəz edirsinizsə zərfdir. Qoşaraqla əvəz edirsinizsə feili bağlama. Dönə-dönəni dəfələrlə ilə əvəz edirsinizsə zərfdir. Dönərəklə əvəz edirsinizsə feili bağlama. Tikə-tikə, hissə-hissə, parça-parça, el dilində desək, biraz rusca olacaq. Kusok-kusok deyə bilirsinizsə zərfdir. Yox, tikərək deyə bilirsinizsə feili bağlamadır. Bunları yadda saxlayın, düşür. 37. Yenə nə gəlir? Yenə qoşma gəlir. Amma şərti diqqətlə oxuyun. Qoşma ilə işlənən feili birləşmə nə olsun? Zaman zərfliyi. 3 dənə şərtim var. Qoşma olsun, feili birləşmə olsun, zaman zərfliyi olsun. Tort olsun, üstündə ford olsun. Deməli, yeməkdən sonra, qoşmalı sözün nədir? Yeməkdən sonra. Yemək feili birləşmə deyil, sil getsin. Narahat olmağından əvvəl feili birləşmə deyil. Niyə? Çünki ol var. Olmaq sözü birləşmə yaratmır. Yaşamaq mənasını ifadə etmirsə, başqa mənanı ifadə etmirsə. Onunla görüşəndən bəri qoşmadı. Bu birləşmədir, 3-ü götür. 4-cü cümləmizdə ümumiyyətlə qoşma yoxdur. 5-də torpaqlarımız azad olunandan sonra. Sən olu burada xəyalən silsən belə 2 dənə söz qalırdı ya, bu söz birləşməsi sayılır. 2 sözdən biri, bax diqqətli olun ha, çox çaşdırırlar bunu buraxılış imtahanda. 2 sözdən biri ol, et, bil, qıl olarsa, bu mürəkkəb feildir. Söz birləşməsi sayılmaz. Burada olur 3 ilə 5. 2 sözdən biri deyirəm. Bax, burada 3 dənə söz var. 2 dənəsinin leksik mənası var. Olunandan, an feili sifətdir, dan çıxışlı xaldır, sonra qoşmadır. Bir də andan sonranı görəndə çaşırlar uşaqlar, feili bağlama götürürlər. Ha, olmaz. An feili sifətdir, dan çıxışlı xaldır. Cavab 3-5-dir. Sadəcə dedim. Yəni, qabağınıza çıxa bilər. Bu feili bağlama deyil. Çünki burada sonra qoşmadır. Dan çıxışlı xaldır. Yəni, başqa şeylər də yadıma düşür. Sualdan əlavə dizayn edirik. Ona görə belə uzun çəkir. 39. Bu da toplunuzda var. Təzə topluları salıblar. Müəyyən miqdar saydı deyir. Sən birinci sütuna bax. Müəyyən miqdar sayı. Tək müəyyən miqdar sayı deyil. Sil getsin. İkilik isimdir. Sil getsin. Birinci sıra saydı, sil getsin. ABC getdi eləmi? Özündən sonra gələn isim cəm şəkilçisi qəbul etmir. Doğru. Müəyyən miqdar sayılarından sonra isim həmşinə gəlməlidir tək. 80. Numerativ sözlərlə işlənə bilir. 5. Bəzən cümlənin feili xəbər olur. Yadda saxlayın. Feili xəbər yalnız təsriflənən feil ola bilər. Təsrif, nitq hissələrindən. Təsriflənən feil olur. Feili xəbər. Yalnız təsriflənən feili xəbər olur. 5 saydı, o ismi xəbər olacaq. Cavab olur de. 80 numerativ sözdən işlənə bilir. Məsələn, 80 ədəd gül. 80 nəfər tələbə. 40. Hansı sırada bütün sözlərin tələffüz forması düzgündür? Baxın, məsələn, B-dən silək. Türk olmaz. Türk. Məsələn, protokol yox. Protokol. Pencəyin yox. Pencəş. Daha sonra çökəklik yox. Çökəklik. Qalırcı. Fəvvarə. Paraşüt. Şərtləşmək. C variantı. Bitdi bunun qrammatikası. Bunun qrammatikası bitdi. İndi keçirəm 2023-ün 12 martına. Bəli, buyur Ələkbər. Burada deməli 38-ci sual qalmış. Deməli, burada vurğusuna görə mənası dəyişən, amma eyni nitq hissəsinə aid olan sözü deyir, düzdürmü?
Dönə-dönə vurğusu dəyişməklə mənası dəyişən söz deyil. Bayaqlar mən bunu dedim. Dönə-dönə dəfələrlə ilə əvəz eləyəndə zərf olur. Dönərəklə əvəz eləyəndə fe'li bağlama. Nitq hissəsi dəyişir, amma vurğu dəyişmir. Dama-dama, dama-dama vurğu dəyişmir. Dama-dama bir bu mənada götürülə bilər. Yəni, bu damaları nəzərdə tuta bilər. Bir də dammaq mənasında. Dama-dama necə? Məsələn, dama-dama dəftər. Dama-dama şalvar, sifət. Bir də damaraq, dama-dama göl olar. Məsələn, belə var. A da getdi. Cavab Y variantıdır, bəli. Vurğu dəyişir. Elektrik. Bir də var elektrik. Bəli, adam mənasında. Hər ikisi isimdir. Elektrik də nə sualına cavab verən isimdir. Elektrik də kim sualına cavab verən, yenə nədir? İsimdir. Uşaqlar, çaparaq sözü zərf və fe'li bağlama olur. Vurğusu dəyişməklə mənası dəyişir və nitq hissəsi də dəyişir. Biri var çaparaq, nə tərzdə? Bu zaman olur fe'li bağlama, çaparaq. Bir də çaparaq, yəni tez tələsik anlamını ifadə edir. Onda da olur zərf. Var idi, şeydə vardı, güvəndə. Zərf. Hətta bu güvənə düşmüşdü, sonra buraxılışa saldılar. Yəni cavab D deyil, D-ni yumruladım. D gedir. Zərf və fe'li bağlama. Nitq hissəsi dəyişir, amma sənə deyir eyni nitq hissəsi olsun. O elektrikdir cavab. Satirik. Bir var satirik şeir, necə şeir? Bu olur sifət. Bir də var satirik. Kim? Yəni satirik şeir yazan adam. Satirik. Bu da olur isim. Bunun da cavabı oldu Y variantı. İndi 2023 bitdi. Keçirik 2023-ün 5 martı bitdi. Keçirik 2023-ün 12 martına. Aha, 12 mart. İndi buradan bölürəm. 2023 12 mart yazıram bu tərəfə ki, mövzuları müqayisə eləyək ki, nə düşüb. Baxın, o birisinə zərflik düşmüşdü. Bu ikinci elə bir zonanın imtahanıdır. Buradan düşüb xəbər. Xəbər düşüb, fe'li xəbər. Novruzu konkret bir dinlə, etiqadla bağlamaq düzgün deyil. Xəbərimiz sifətlə ifadə olunub. Sifət ismi xəbərdir. Biri atın. A, Y getdi. Alınan məlumatların bir-birinə uyğun olmadığı aydınlaşdırıldı. Nə etdi? Nə oldu? Aydınlaşdırıldı. Fe'ldir. Yadda saxlayın. Mən keçən dəfə dedim, qeyd eləyin bir yerə. Məsdər ismi xəbər olur. Məsdər, fe'li, sifət ismi xəbər olur. Fe'li bağlama yalnız zərfli olur. Daha sonra fe'lin yalnız təsriflənən formaları fe'li xəbər olur. Frazeoloji birləşmələr fe'li xəbərdə ola bilər, ismi xəbərdə ola bilər. 3. Gedir ismi xəbərə. Silirsiniz. D də getdi. 2-ni də seçmişik. Cavab hazırdır. Yaşıllaşırdı. Nə olurdu? Nə edirdi? Fe'lin sualına cavab verir. Vətən səni gözləyir. Neyniyir? Gözləyir. Cavab 2, 4, 6. Vətən barəsindədir. Qoşmalı isim, ismi xəbər vəzifəsindədir. 32. İdarə işçi axtarır. Bu çox rahat bir cümlədir. İdarə, mən buradan yazacağım. İşçini axtarır. Bayaq dedimin nə sualı? Həmi tamamlığın sualıdır, həm mübtədanın. İşçini axtarır. İlk sözü deyib. Bax, ilk sözü. İlk söz. İdarə. Axtarır elə bil bu mübtədadır. Bu da olur tamamlıq. Amma nə sualına cavab verdi? Mən özüm ni artırdım. Deyir, ismin adlı xandadır. Mübtəda adısı adlı xandadır. Bir düzdür. Bir-biri ilə tabeli əlaqəsini. İlk iki söz deyir. İlk iki söz. Baş hərfi oxumamaq biabırçılıq. İlk iki söz deyir. İlk iki söz. İsmin adlı xalındadır. Uşaqlar, birinci adlı xaldadır. İkinci qeyri-müəyyən təsirlik. Ona görə bir səhvdir. Bir-biri ilə tabeli əlaqəsindədir. Yadda saxlayın ki, mübtəda ilə tamamlıq. Mübtəda ilə zərflik. Tamamlıqla zərflik. Sintaktik əlaqəyə girmirlər. Ona görə mübtəda ilə tamamlıq arasında əlaqə yoxdur. Müstəqil cümlə özvüdür. Bəli, bu müstəqil mübtədadır. Birinci söz. İkinci sözdə müstəqil tamamlıqdır. 3 düzdür. İsmi fərqli halındadır. Düzdür. İdarə adlı haldadır. İşçi qeyri-müəyyən təsirli haldadır. Biri baş, digəri ikinci dərəcəli üzdür. Mübtəda baş üzdür. İşçi ikinci dərəcəli üzdür. 5-i də götürürük. Cavab olur 3, 4, 5.
Bu da yenə cümlə üzvləri ilə bağlıdır. Cümlə üzvlərindən nə düşüb? Tamamlıq, mübtəda məsələsi. Biraz qarışıqdır, əslində isim kimi də düşünmək olar. Amma cümlə üzvü daha basqındır deyənə belə qeyd elədim. Tərkibinə görə təhlil baxımından. Baxın, burada da nə düşüb? Söz yaradıcılığı düşüb uşaqlar. O birisində nə düşmüşdü? Frazoloji birləşmə. Burada düşüb söz yaradıcılığı. Yəni orada leksika düşüb, burada söz yaradıcılığı. Çoxaltdır. Sözün kökü çox. Hay Allah, bu nə kökdür qoyuram. Bir dəqiqə, qələmi nəzitməliyəm. Çox, çoxalmaq, çoxaltmaq, çoxaltdır. 3 leksik. Solmaq, solğun, solğunlaşıb. 2 leksik, 1 qrammatik. Sual verin. Sual verin. Solğunlaşıb nə edib? Sualın içində gördüyünüz hissə nədir? Qrammatik. Çağırışçılar, çağır, çağırış, çağırışçılar. Kimlər? Çağırışçılar. Sualın içində gördüyünüz hissə qrammatik. Yaşandı, nə etdi? Sözün kökü yaş. 5 yaşın varsa 5 il yaşamısan. Yaşanıb. Qocaldır. Nə etir? Ir qrammatikdir burada. Qoca kök, qocalmaq, qocaltmaq. 2 leksik, 1 qrammatik. Hamısında 2 leksik, 1 qrammatikdir. Amma A-da 3 dənə leksikdir. Cavab olur A. Sonuncu OTK-da da bununla bağlı bir sual salmışdılar. Sonra, məsələn, keçən imtahanda da əlavə düşmüşdü. Gördünüz 5 martda. Orada mübtədanın əlavəsini soruşurdu. Burada amma tamamlığın əlavəsini soruşur. Görürsünüzmü? Yenə əlavə saldı. Kiçik bacısını Səliməni gəzməyə aparmışdı. Kimi? Səliməni. Kimi tamamlığın sualıdır? B variantı. Çox rahat sual. Sonra, toplu doludur. 36 tipli suallarla feildə. Quruluşca sadə olduğunu deyir. Bu sözü 2 cür düşünmək olar. Hətta o günləri biz DİM 20 sınaqda da bundan işlədik. 4-cü sual idi, bilmirəm, sınaq 11-in idi, səhv eləmirəmsə. Sadə olduğunu nəzərə alaraq deyirsə, oxudun, nə etdin anlamında. Xəbər şəkli, məlum növ. Kim, oxudun kim? Sən. Bir də yaşılla qeyd edirəm. Oxudun, nə edin? Yalnızca şəxs sonluğu var deyə olur. Əmir şəkli. Kiməsə oxutmaq mənasında olur icbar növ. İcbar. Siz oxudun. Bu da olur ikinci şəxsin cəmində. Amma mənə deyir sadə olduğunu nəzərə alaraq. Yəni məndən nə istəyir? Baba, bunu istəyir məndən. Deyir feili xəbər şəklindədir. Düzdür. İcbar növdədir. Səhvdir. Oxudun. Oxudun. Vurğu üçüncü hecadadır. Düzdür. Oxutmaq, oxuyucu, oxudulan sözlərlə eyni köklüdür. Eyni köklü olması üçün nə lazımdır? Leksik şəkilçi. Axı bu sadədir. Sil getsin. Sadə söz heç bir sözlə eyni köklü ola bilməz. Feilin əmir şəklində işlənib. Xeyr, hansı şəkildə işlənib? Xəbər. Cavab olur 1 ilə 3. B variantı. Bundan topluda çox. Deməli, növbəti mövzumuz nə oldu? Feil. Sonra keçirik 37-ci suala. Söz birləşmələri ilə bağlı bir məsələdir. Yazırıq birləşmələr. Birləşmələr. Səhv fikir istəyir. 4-cü misradan başqa bütün misralarda 2 söz birləşməsi var. Söz birləşmələrini qara ilə seçəcəm. Günəşin rənginə bir bax. Günəşin rəngi. O günəş. Gəncliyin timsalı. Gəncliyin günəşi. 4-cü misrada ümumiyyətlə yoxdur. Əzizim, parlasın ömrün günəşdək nə can yanğısı. Gör, nə izdirab çək. Can yanğısı. Deyir, 4-cü misradan başqa bütün misralarda 2 söz birləşməsi var. Məsələn, baxın 1-ci misraya cəmi bircə birləşmə var. Deməli, bir səhv. Nümunədə həm ismi, həm də feili birləşmə işlənib. Baxın, uşaqlar, o günəş, o günəş. O günəş 1-ci növ təyin söz birləşməsidir, ismi birləşmədir. Gəncliyin timsalı 3-cü növdür, ismi birləşmədir. Günəşin rəngi ismi birləşmədir, 3-cü növdür. Can yanğısı 2-ci növdür. Feili birləşmə yoxdur, 2 də səhvdir.
Yalnız bir misrada iki ismi birləşmə işlənib. Düzdür, baxın. O günəş, bir də gəncliyin timsalı. 3 düzdür. Cavab D çıxır. 4-də deyil, ismi birləşmələrdən birinin aslı tərəfi əvəzlikdir. O günəş. Baxın, əvəzlikdir burada o. İsim birləşmənin hamısı eyni cümlə üzvüdür. Xeyr. Məsələn, o günəş gəncliyin timsalıdır. Gəncliyin timsalıdır. Nə günəş? Hansı günəş? O günəş. Birinci növ təyini söz birləşməsi parçalandı təyin və mübtədaya. Cavab olur 1, 2, 5. Doğru, yanlış. Deyirəməyi tez-tez salırlar. Bu, hətta çox tanış gələn bir cümlədir. Yəqin ki, topluda işlətmişəm. Qonaqların hamısı muğam ifa edən müğənni diqqətlə dinləyirdilər. Dinləyirdilər kim? Qonaqların hamısı. Deyəsən, hə, kimi? Müğənnini. Hansı müğənnini? Muğam ifa edən. Nə tərzdə diqqətlə? Xəbər indiki zamanda olan sadə feillə ifadə olunub. Sözün kökü dinləmək, yir, deyirlər. İr indiki zamanda dididir, bir doğrudur. Tamamlıqlar sadə isimlərlə ifadə olunub. Bizə dənə tamamlıq var axı cümlədə. O da müğənnini. Yəni, tamamlıqlar yazması artıq yanlışdır. Buna da diqqət edirlər son dönəmlər. Təyin feil sifətlə ifadə olunub. Xeyr, təyin feil sifət tərkibi ilə ifadə olunub. Yanlışdır. Mübtədə və xəbər arasında kəmətə görə uzlaşma gözlənilməyib. Qonaqların hamısı təkdədir, düzdür? Təkdə. Dinləyirdilər, sonuncu sözə baxırsınız birləşmədə. Hamısı təkdədir. Dinləyirdilər, cəmdədir. Uzlaşma gözlənilməyib deyir. Doğrudur, gözlənilməyib. Biri təkdir, biri cəm. Deməli, məndən uyğun fikirlər istəyir. Uyğun fikir istəyirsə, doğrunun altdan doğru 1, yanlışın altdan yanlış 3. Cavab olur 1, 3, C variantı. Sonra 39. Yenə nə var? Deməli, 38-i biz yenə cümlə üzvləri kimi götürürəm. Cümlə üzvlərinin ifadə vasitələri. Görürsünüz, cümlə üzvlərinə çox toxunub bu imtahanda. Xəbər, tamamlıq, cümlə üzvünün ifadə vasitəsi. İnsanı bayaq nə dedim? Dedim ki, dadəni dana ilə əvəz eləyirsənsə ədatdır. İndi gəlirəm, dana biraz gözlə. Deməli, birinci cümlədəki dana, insanı yaşadan dana ümidli olmur. Deməli, birinci cümlədə bağlayıcıdır, ikinci cümlədə ədat. Birinci cümlədə mən buradan 1, 2 qoyuram. Birinci cümlədə bağlayıcıdır, ikinci cümlədə ədat. İkinci cümlədə ədat. Ədatdır deyir A-da. A-nı hara yazacağım? 2-yə. Sözü qoşularaq məna çaları. Açar sözlər vermişəm sizə. Məna çaları nəyin açar sözüdür? Qoşmanın. İfadə olunan fikrə münasibət. Fikrə münasibət nəyin açar sözdür? Modal sözün. Bunların hamısını demişəm, hamısını. Keçirəm bu tərəfə. Bağlayıcıdır. Hansı bağlayıcıdır? Birinci. Deyini buraya yazıram. Təsirli ifadə olunma. Təsirli ifadə olunma nəyin açar sözdür? Ədatın. Yeni yazıram ikinciyə. 1D, 2A, E. Cavab olur E variantı. 40. Hansı cümlədə qeyri-müəyyən miqdar sayı? Bayaq da say düşmüşdü. Deməli, 8-ə yazıram yenə ədat bağlayıcı. Görürsünüz, 2 buraxılışın ikisində də ədat bağlayıcı salıblar. Qeyri-müəyyən miqdar sayı. Bayaq da say düşmüşdü. İndi də say düşüb. Hansı sualı gözümdən qaçırtmadım mən yenə? 33-ü gözümdən qaçırtmışam, qayıdacam. Deyirəm axı o 9 mövzu alınır. 33-ə geri qayıdacam uşaqlar. Gözümdən qaçır suallar. Qeyri-müəyyən miqdar sayı. Saydan sonra nə gəlməlidir? Saydan sonra nə gəlməlidir? İsim. Feil olmaz. İsim. Bir qədər gedəndən sonra. Getmək nədir? Feil. At getsin. B-də yoxdur. Çoxdan zaman zərfidir. C-də biraz rəngləyib. Rəngləyib feildir. At getsin. Onlarla məsləhətləşmək istəyirəm. Kimdən? Kimdən? Əvəzlikdir. Bir çox həkimlər. Bir sıra, bir çox cəm isim, özünə də sonra cəm isimidir, zaten gəlib, Y variantıdır. 33-ə qayıdıram. Səhv yazılan sözləri istəyir. Ülviyyət deyil, ülviyyətdir. Çertiyoj düzdür, 3-ləri çıx. 3-ü çıx. 5-i götürmüşük. 1, 5, 6 ya 1, 4, 5. Sırğa deyil, sırğadır.
1, 4, 5. 6 da düzdür zaten. Pasient yox. Pasient. Bunu da topulda işləmişik. Təzəlikcən orfoqrafiyaya baxanda. Pasient. Ülviyyət. Bir də 1, 4, 5-də sırğa yox. Sırğa. Bu da belə. Bu buraxılış imtahanında, yəni 2023-cü ilin hər iki buraxılış imtahanı işlədik. Bu da belə.